Xalqın döyərək öldürdüyü şair. Bugün Şamaxdayam. Əsrlərin yorğunluğunu daşıyan qədim Şaxəndan qəbirstanlığında. Qarşısında dayandığım bu məzar isə sıradan bir qəbir deyil. Bu Azərbaycan ədəbiyyatının nəhəngi, millətin gözünü açmağa çalışan böyük maarifçi Seyid Əzim Şirvaninin son mənzilidir. O öz vəsiyyəti ilə məhz burada dəfn olunub. Amma bura gələn yol dəhşətli bir faciədən keçib. 1888-ci ilin may ayı. Seyid Əzim açdığı yeni tipli məktəbdə yazdığı kəskin satiralarla yerli mollaların hədəfinə çevrilmişdi. Çünki o xalqı cəhalətdən, kör-körənə inanclardan uzaqlaşdırmaq istəyirdi və bir gün onun bu işığına qarşı qaranlıq hücum baş verdi. Mayın 20-sində şair məclisə daxil olarkən həmin qrup onun üzərinə atılır. Məclisdəki mollaların "Öldürün kafiri" sədaları altında 53 yaşlı böyük mütəfəkkir qəddarcasına döyülərək, ayaqlar altında əzilərək qətlə yetirilir. Bir dahi din pərdəsi arxasında gizlənən cəhalətin qurbanı olur. Bugün Seyid Əzim Şirvanı öz fədakar irsi və bu məzardan bizə boylanan xatirəsi ilə hələ də yaşayır. Ruhu şad olsun.